Salam dostlar, söz analizi rubrikasında bu dəfə Füzulinin Leyli və Məcnun poemasında bir məqama diqqətinizi çəkmək istəyirəm. Demək, Leyli evdə pərişandır, ah-nalə eləyir, Məcnun isə səhradadır. Məcnun birdən görür ki, bir nəfər başqa birinin boynuna zəncir salıb harasa aparır. Yaxınlaşır onlara, deyir ki, bu kimdir belə, bu əsirdirmi, hara aparırsan? Zəncirdən tutan adam deyir ki, əsir zat deyil, bu mənim dostumdur, yəni bizim dolanışığımız bu cürdür, yəni mən zəncir salıb bu adamın boynuna qapı-qapı gəzdirib sədəqə yığıram və həmin sədəqəni də düz ortadan yarı bölüb yaşayırıq. O saat Məcnunun ağlına gəlir ki, bu zənciri öz boynuna salıb qapı-qapı gəzsin və bu bəhanə ilə Leyligilə də getsin və onu da görsün. Və kişiyə deyir ki, bu əslində bu zincir ağıllı adamlar üçün deyil, bu zincir dəlilər üçündür, mən də dəliyəm. Sal mənim boynuma, məni qapı-qapı gəzdir, heç sənin o yarı verdiyin qazancı da istəmirəm. Müftəcə eləcə hərlənim, sən də öz deməli sədəqələrini yığ. Kişi razılaşır, həmin adamı başqa birinin o boynunda zəncir olanı azad edib, zənciri Məcnunun boynuna salır. Tövk zənciri cünun, bax, həmin anlayışdır. Yəni, dəlilik zəncirinin, dəlinin boynundakı zəncirin həlqəsi mənasındadır ki, Füzuli başqa bir qəzəlində onu işlədib və həmin vaxtlarda dəliləri zəncirə vururdular, zəncirlə bağlayırdılar ki, təhlükə törətməsin. Məcnun boynunda zəncir qapı-qapı gəzə-gəzə gəlib Leyligilin həyətinə çıxır. Leyli də bu vaxt görür dilənçi gəlib, sədəqə aparır verməyə ki, o niyyətlə ki, nə vaxtsa Məcnunu görsün və çıxır. Görür ki, sədəqə vermək istədiyi, görmək arzuladığı adam sahil kökündə, boynunda zəncir, bunun qapısında dayanıb. Bu məqama çatanda mən kitabı bağlayıb düşündüm. Yəni, bura qədər də mən Leyli və Məcnunu oxuyanda dəfələrlə yumruğumu stola vurub qalxmışdım. Yəni, havalanırdım da belə deyək, doğrudan da Füzuli məni havalandırırdı. Heyrət edirdim ki, bu möhtəşəmlik hardandır, bu istedad hardandır. Yəni, mənim yaradıcılıq, zövq, istedad, bütün o nə qədər sərhədlərim varsa, Füzuli hamısını zorlamışdı. Yəni, onu genişləndirirdi. Yəni, mənim təsəvvürümdə şeirin bu qədər möhtəşəmliyi mənim təsəvvürümdə belə yox idi ki, yəni bu cür şeir yazmaq olar, bu qədər möhtəşəm gedişlər eləmək olar. Və burada kitabı bağladım və Füzuli ilə beynimdə bir intellektual oyuna girdim. Dedim, ilahi, mən yazıcıyam, vəzini də qoyuram qırağa, qafiyəni də qoyuram qırağa. Həmin bu məqamda mən nə yazardım burada? Bir cümlə lazımdır orada. Yeri gəlmişdən həmin hissədə Füzuli yazır ki, bu qəzəl Leyli dilindəndir. Yəni, Leyli Məcnunu görür, Füzuli yazır, bu qəzəl Leyli dilindəndir. Və bağladım kitabı qəzəli oxumadan. Nə yaza bilər, insan nə deyə bilər? Yəni, bura sözün bitdiyi yerdir də. Yəni, sən necə bir söz deyə bilərsən ki, bu situasiyadan daha güclü olsun? Mən danışdığım bu situasiyadan ki, yəni boynunda zəncir, sahil kökündə Məcnun, zəncirin də ucunda bir insan tutub zəncirin ucundan, Leylinin qapısındadır, Leyli də çıxır, Məcnunu bu vəziyyətdə görür. Yeri gəlmişkən həmin səhnəyə qədər elə bir təsvir var. Məcnun zəncirə müraciət edir, deyir ki, mənim ağzım bir dənədir, dərdlərim də çox böyükdür. Bir dənə ağızla çatdırıb öz dərdlərimi ifadə edə bilmirəm. Sən nə xoşbəxtsən ki, yalnız ağızlardan ibarətsən və şaqqa-şaq bütün dərdlərini bütün insanlara deyirsən. Eyni zamanda zəncirin o gözlərini insanın gözü ilə müqayisə edir. Deyir ki, mənim iki gözüm var, yara baxmaqdan doymuram. Kaş sənin kimi göz-göz olaydım, bütün bədənim gözlərdən ibarət olaydı ki, yara o çoxlu gözlərlə baxaydım ki, bəlkə onun vüsalından doyaydım, mətləb alaydım. Yəni, belə bir vəziyyətdə Leyli Məcnunu görür və bu qəzəldə nə deyə bilər? Bütün təxəyyül hüdudlarımı zorladım, özüm zorladım bu dəfə. Viktor Hugo'nu köməyə çağırdım, Tolstoy'u köməyə çağırdım. Yəni, şeir də yox, nəsrlə burada nə deyə bilərik? Və özümü psixoloji olaraq hazırladım ki, Füzuli məni heyrətləndirməsin, Füzuli məni dəli eləməsin. Ancaq kitabı açıb həmin qəzəli oxuyanda, müxtəlif yerlərdən də biz o qəzəli eşitmişdik, mən yenə havalandım, doğrudan da. Yar rəhm etdi məgər nalə və əfxanımıza ki, qədəm bastı bugün külübey əhsanımıza. Bu vüsalə yuxu əhvalı demək mümkün idi. Əgər olsaydı yuxu, didə giryanımıza. Deyir, yar hüzn evimizə bugün qədəm basıb, yəqin bizim ah-naləni eşidir, bizə rəhmi gəlib, mənə rəhmi gəlib. Mən buna, bu vüsala deyir, mən yuxu deyərdim, ancaq ağlamaqdan yuxu yatmıram ki, bunu yuxu hesab edeyim.
Təkrar edirəm, yar rəhm etdi məgər naləvi əfxanımıza ki, qədəm bastı bu gün külbəyi əhsanımıza. Bu vüsalə yuxu əhvalı demək mümkün idi, əgər olsaydı yuxu, didə giryanımıza. Sadəcə möhtəşəm və insan əllərini yuxarı qaldırmaqdan başqa heç bir şey düşünə bilmir.